Ermənistanda Rusiya Federasiyasının 102-ci hərbi bazasının çıxarılmasına dair hərəkətlənmə hesab edirəm ki, dövlətin dəstəyi ilə həyata keçirilir. Baxmayaraq ki, bunu demokratiya çalarları ilə təqdim eləməyə çalışırlar. Lakin məlumdur ki, 2018-ci ildən hakimiyyətdə olan qüvvələr əsas hədəf kimi Rusiya hərbi bazasının çıxarılmasını irəli sürüblər və heç vaxt da bundan imtina etmirlər. Xüsusilə Vaşinqton razılaşmalarından sonra belə görünür ki, Rusiya bazasının çıxarılmasının sürətləndirilməsi tapşırığı verilmişdir və onun icrasına başlanılır. Digər tərəfdən, hakimiyyətin növbəti ildə parlament seçkilərində uğur qazanması üçün addımlar atması da göz qabağındadır və məhz daxili elektoratı bu proseslərə yönəltmək məqsədləri də hakimiyyət tərəfindən irəli sürülə bilər. Çünki 102-ci hərbi bazasının Ermənistanda saxlanılmasını istəyən qüvvələr də zaman-zaman baş qaldırır. Bu da xüsusilə media sahəsində özünü göstərir. Eyni zamanda 102-ci bazanın saxlanılmasına dair Rusiya meyilli qüvvələrin meydanlara çıxması halı da müşahidə olunur və məlumdur ki, Nikol Paşinyanın hakimiyyətdən getməsi istiqamətində kilsə və eyni zamanda onu dəstəkləyən qüvvələrin də hakimiyyət əleyhinə çıxışları mövcuddur. Xüsusilə Samvel Karapetyan kimi fiqurun burada kilsənin arxasında dayanması heç də təsadüfi deyil və məlumdur ki, bu proseslər idarə olunmaqdadır. 102-ci hərbi bazanın Ermənistanı tərk etməsi Ermənistan üçün tam müstəqillik anlamını verəcəkdir və bu baza Ermənistan ərazisində qaldıqca Ermənistan nə qədər reveranslar, qərb istiqamətində hərəkətlər, hətta Avrointeqrasiyanı öz konstitusiyasına daşımağa çalışsa da, istənilən halda Kremldən asılı olacaqdır və bu məsələni köklü həll eləmək niyyəti mövcuddur. Lakin bu da hesab edirəm ki, heç də asan olmayacaqdır.